7000 mal gözünün qabağındadır. Bəli, həyatınızdan bezmisinizsə, ekstrem axtarırsınızsa, Formula 1 zad boş şeydir qardaşım. Bax, əsl adrenalin buradadır. T16 mühərrik düz oturduğun yerin altında, dalda. Yük yeri isə qabaqdadır. Dünyanın heç bir məntiqinə sığmayan bir icaddır bu. Bunu niyə belə eləmişdilər? Səbəb çox sadə idi. Sürücü qabağı təmiz görsün. Bu qabağı yuxarıda duran kuzovuna görə rəhmətli qonşumuz buna popraşayka, yəni dilənçi deyirdi. Amma bu gülməli yazıq duruşunun arxasında bildiyiniz ölümcül təhlükə gizlənirdi. Təsəvvürlə kuzov boşdu, bütün ağırlıq da keçib arxaya. Yoxuşda muftla bir azəbəş buraxdınsa vəssalam. Ön təkərlər göyün 7-ci qatına qədər qalxa bilərdi. Traktor elə bir şahə qalxırdı ki, naşı sürücü olduğunsa işim bitdi. Bunun bir sükanı var ki, rul təmiz daş kimidir. Çuxura düşəndə sükanı düzgün tutmasan fırlanıb barmaqlarını çox pis sındıra bilər. Motoru isə heç nərildəm. Elə bil ki, cırcırama pırıldayır. Qəribə bir səsi var idi. Salyarkanı isə ümumiyyətlə demək olar ki, içmir. Sanki qoxlayır. Bir bak doldurursan vəssalam bütün əkin bitini qurtardın. T16-ya əbədi traktor deyirlər. Çünki xarab olası bir şeyi yox idi. Xarab olanda da tarlanın ortasına bir dənə çəkiçlə vurub düzəldirdin. Çərçivənin üstünə isə kuzov əvəzinə nə gəldi qoymaq olurdu. İstərsən çalov qoy, istərsən kvaz çəlləyə bağla. Təmiz dəli bir traktor idi. Bəs siz necə düşünürsünüz? Rəhmətli Sovet mühəndisləri bu traktoru həqiqətən kənd təsərrüfatı üçün düzəltmişdilər. Yoxsa sürücülərin əsəbini və canını yoxlamaq üçün bir test idi. Şərhlərdə yazın görək bəs sizin bölgədə bu maşının adına nə deyirlər. Və sonda o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.